Fikir verin əziz qardaşlar, dili qorumağın səbəblərindən biri də insanın əməllərinin islah olması və eyni zamanda Allahın bağışlamasına səbəb olur. Allah Teala Quran-ı Kərimdə açıq-aydın bildirir ki, Ya eyyuhellezine amenuttaqullah. Ey iman gətirənlər, Allahdan qorxun. Və qulu qawlan sadida. Doğru söz söyləyin, doğru danışın. Bu ayə açıq-aydın nəyi bildirir? Ayənin növbəti hissəsinə diqqət edin. İman gətirənlərə Allah Teala xitab edir. Ey iman gətirənlər, Allahdan qorxun və doğru danışan olun. Və sonra buyurur ki, yuslih lakum a'malakum və yaghfir lakum zunubakum. Doğru danışanlardan olun ki, Allah sizin əməllərinizi islah etsin və eləcə də sizin günahlarınızı bağışlasın. Və men yuti'illaha və rasulahu faqad faza fawzan azima. Allah Teala ayənin ardında bildirir ki, kim Allaha və Rəsuluna tabi olarsa, artıq o böyük bir qurtuluşa nail olmuş olar. Fikir verin, burada əsas önəmli nöqtə nədir? Allah Teala bildirir ki, siz doğru danışanlardan olun ki, Allah sizin əməllərinizi islah etsin. Və bununla bərabər Allah sizin günahlarınızı bağışlasın. Deməli, insanın əməllərinin islah olması və həmçinin insanın günahlarının bağışlanmasının səbəbi nədən irəli gəlir? İnsanın dilini qoruması, doğru danışması, günahlardan uzaq tutması, günahlara düçar olmaması.